Salam əziz izləyicilər, mən Daşqın Yunus. Bugün Riyaziyyatın Dərinlikləri kanalında deməli, kəsrlər mövzusu haqqında bir neçə sual izah etdikdən sonra növbəti mövzumuza keçid alacağım. Növbəti mövzumuz faiz nisbət tənasüb mövzusudur. Başlayaq. Deməli, səhifə 22-də 28-ci sual. Səhifə 22-də 28-ci sual. Baxaq buna. Kəsrlər üçün uyğunluğu müəyyən edin. Kəsrlər üçün uyğunluğu müəyyən edin. Deməli, baxın, birincisi A bərabərdir 15-də 4, B bərabərdir 20-də 9, C bərabərdir 12-də 1, D bərabərdir 13-də 2. Bu kəsrləri necə müqayisə edəcək? Birinci baxırıq ki, məxrəclə surət arasındakı fərq eynidir. 15 ilə 4, 20 ilə 9, 12 ilə 1, 13 ilə 2 arasındakı fərq eynidir. Bu fərq eyni olanda, biz bunu tərsinə çevirib müqayisə edə bilirik. Yəni 1 böl A bərabərdir 4-də 15. 1 böl B bərabərdir 9-da 20. 1 böl C bərabərdir 1-də 12. 1 böl D bərabərdir 2-də 13. Bu şəkildə. İndi bunların tam hissəsini ayıraq. 1 böl A bərabərdir 3 tam 4-də 3. 1 böl B bərabərdir 2 tam 9-da 2. 1 bölünsün C bərabərdir 12. 1 bölünsün D bərabərdir 6 tam 2-də 1. Baxın, tam hissələrə baxırıq indi. Hansının tam hissəsi böyükdür bu? Deməli, 1 böl C ən böyükdür burada, böyükdür. Sonra tam hissəsi böyük olan D, 1 böl D. Sonra tam hissəsi böyük olan 1 böl A'dır. Sonra tam hissəsi böyük olan isə 1 böl B'dir. Və indi nə edəcək? Bunu tərsinə çevir. Tərsinə çevirince işarə əksinə dəyişməlidir. Yəni C kiçikdir D, kiçikdir A, kiçikdir F. Bu hansı variantı oldu? C, D, A, B. C, D, A, B, C variantı. Deməli, 1'ə C variantı yazacaq. Bu şəkildə həll edir. Mən o başqa qaydalarım. Başqa qaydası da var. Amma əyani qaydası Düzgün kəsrlər üçün məxrəc və surəti böyük olan kəsir böyük kəsirdir. Sonra düzgün olmayan kəsirlər üçün məxrəc surəti kiçik olan kiçik kəsir. Bəli. Yəni ayrı o cür qaydalar da var, amma ən yaxşısı belə praktik qaydadır. Çaşmırsan da, burada səhv eləmirsən da. Bəli, ən rahat üsulu budur.